gün deməli 6B sinifində sistem dərsində biz Həbiblə 3 halı göstərəcəyik sizə ki, necə elektrik enerjisi ötürürük. Hal-hazırda əl generatoru vasitəsilə biz fiziki güc yetirməklə elektrik enerjisi ötürürük naqillərimizə və naqilimizi hərəkətə gətiririk. Başladıq, pərimiz hərəkətə gəldi və hal-hazırda gördüyünüz kimi sarışan işıqlarımız da yanır və pərimiz də hərəkətə gəlir. İkinci halda isə biz günəş paneli vasitəsilə bunu edəcəyik. Günəş panelimizi qoşuruq hal-hazırda. Biz indi günəş panelimizi qoşuruq və növbəti günəş şüası vasitəsilə naqilimizi elektrik ötürəcəyik. Günəş şüası vasitəsilə ledimizi işıqlandıracağıq hal-hazırda. Aha. Və ledimizin necə günəş paneli vasitəsilə işıqlandığını görürük. Və bundan başqa bizim üçüncü süni mənbə olaraq batareyalardan istifadə edərək də bu elektrik cərəyanını ötürərək mühəndislik dərstimizdə işləyə bilərik. Afərin sənə Həbib.